Salam dostlar, bugün Galatasaray Ajax oyunu izləyirik. Çempionlar Liqasının himnini dinləyirik. Çempionlar Liqası himnini dinlədik. Bugün komandamız demək olar ki, əsas heyətlə oynayır. Singo qayıdıb əsası, Singo. Və Singo yəqin ki, öz mövqeyində oynayacaq, Salay öndə oynayacaq və yaxud üçlü də oynaya bilər bugün komandamız. Nə olur olsun, bugün komandamıza uğurlar, inanırıq. 6 xalımız var 3 oyuna, artıq bu oyunda da 3 xal qazansaq, ilk 8-i uğrunda da oynaya bilərik, yəni yarışa bilərik. İnanırıq buna, niyə də olmasın, biz bunu da bazara bilərik. Qarabağ Chelsea'dən bir xal qopartdırsa, biz bugün Ajax'ı uda bilərik. Bu fikirdəyim açılır. İnanırıq həmişə komandamıza. Bugün tək uşaqlar yoxdur. Tək reaksiya göstərəcəm, amma bazardığım qədər komandamıza dəstək olmağa çalışacağam. Oyun artıq başlamaq üzrədir. Ajax stadionunda bu dəqiqə Johan Cruyff Arenada çox əla atmosfer var. Stadion doludur. Ajax azaq işlədir, Ajax'a inanır. Ajax yəni bu dəqiqə Çempionlar Liqasının ən sonuncu yerdədir, 0 xalı var. Onlar da bizdən xal alıb nəsə irəliləməyə düşünürlər, amma inşallah ki, bu hissələri ST olaraq da qalacaq. Heç eləyə bilməyəcəklər. İlk dəqiqələrdən Ajax baskılı oynayır, baskılı oynamağa çalışır. Oyunu ələ almağa çalışır normal olaraq, amma ki hələ ki imkan vermir onlara. Jakobs gəldi, ötürmə. Top gəldi Singo'ya, Singo, ötürmə, Osimhen saxladı, Osimhen zərbə, qapçı! Osimhen sinə saxladı, zərbə vurdu, havada vurdu topu, amma qapçı çıxardı. Hücumumuz davam edir, Torreira. Sara'nın zərbəsi qayıtdı, top əldə Sara'dadır, Torreira. Top bizdədir, Singo. Rəqibə top verməyərək ki, qapanıb Ajax. Geriyə onları çəkmişik. Əla vurdu Osimhen, amma qapçı yaxşı qurtarışıydı. Singo. Oyunda ən təhlükəli vəziyyət idi ilk dəfə. Bu boşluqlar çox olacaq. Yoxlamaq lazımdır. Güclə zərbə. Başladı Sara. Zərbə lazımdır. Başla zərbə! Yenə qapçı. Yenə Osimhen, yenə qapçı. Aradan çıxartdı topu. Osimhen başdan çox sürətli top vurdu. Vurandan sonra gördüm episodu. Qapçı yenə əla çıxartdı qapçı. Amma bu epizodları vurmaq lazımdır. Yəni çox qaçırmaq olmaz. Artıq bu fürsətlərin birindən istifadə etmək lazımdır. Yenə Sara başlayır, bu səfər sağ tərəfdən. Ötürmə. Zərbə gəlmədi. Salim! Müdafiəçilər. Jakobs'da top. Jakobs. Ötürmə. Keçmir. Top bizdə dələdə. Torreira. Singo. Ötürmə sol tərəfə. Saxlaya bilmədi Jakobs. Jakobs havut başladı. Bitti ilk hissə. İlk hissə çox maraqsız keçdi. İlk 10-15 dəqiqə maraqlı idi bizim üçün, amma 2 epizoddan, Osimhen 2 epizodundan sonra nəsə bir qapıya zərbə olmadı. Hücum epizodu olmadı. Oyun ortada keçdi. Ajax son ikinci yarıda, son 20-25 dəqiqədə daha yaxşı oynadı. İləri çıxırdı, hücum qururdu. İkinci hissəyə gözləyək, görə ikinci hissədə baş verəcək. İkinci hissədə görüşərik. Sağ olun. İkinci hissə başladı. Komandamıza uğurlar. İkinci hissədə komandamıza dəyişiklik oldu. Barış Alper oyuna girdi. Barış Alper Sara'nın əvəzinə girdi oyuna. Maraqlıdır. Necə oynayacaq? Görək nə baş verir. Yəqin ki, Şalay Barış Cinahlar da oynayır. Sani isə mərkəzdə olar, belə düşünürəm. Nə olur olsun, qəlibə bizim olsun, artıq qol vurmalıyıq məncə artıq. Çata bilməli.
Şalay əla Lemina. Lemina top Lemina. Baxır kimi ötürsün. Baxır ki ötürdü Sane. Sane. Ötürmə. Gol! Gol! Kim vurdu bilmədim ama Sane yoxsa Osimhen. Gol! Çok karışık bir episod oldu. Tam başa düşə bilmədim ama Osimhen vurdu deyəsən. Axır ki, gol çox vacib idi bizim üçün. Çox vacib idi. Sane burada Lemina top saxladı. Sane'yi gördü. Sane'ye ötürməsini verdi. Sane topu kaldırdı. Osimhen'i görürdü ya yok bilmirəm. Ötürməsi offside yoxdur burada. Yoxdur. Osimhen bəli. Başı ilə toxundu o topa. Bir də baxaq. Bəli. Əla toxunuş, əla gol. Buna çox ehtiyacımız vardı bu gol. Əla 1-0. Vaxtında vurdu bu golu. Sane asist, Osimhen gol. Osimhen 4 oyun 4 gol bu arada Şampiyonlar Ligasında. Daha doğrusu 3 oyun, birinci oyunda oynadığı çok yadıma gelmiyor. 3 oyuna vurdu diyorsun. Ayala geçti Barış. He Barış. Ötürme. Ay. Osimhen orada bir top elde demiş rəqibin. Hamı etiraz ediyor. Göre ne olacak? Oyun devam ediyor gerçeği. Maraqlı da orada ne başlıyordu? Çünkü hamı etiraz edirdi. Rəqib sağ tərəfdən gəlir ama Haşim oyunu saxlamır. İcazə verməyək. Lemina son anda girdi. Məncə baxılmalıdır o episoda. Baxılmalıdır. Hakim danışır var otağı ilə. Təkrarı göstərməlidirlər. Əgər top rəqibin əlinə dəymişdirsə penaltimiz verilməlidir. Barışdan ötürmə. Bəli, burada top rəqibin əlinə, qoluna dəymişdi. Amma ayağından gəlmişdi ya yox onu bilmirəm açığı. Hakim desən getdi baxmağa. Bəli, hakim baxır özü. Hakim özü baxır. Bəli, bu ayağına dəyməmişdi top. Qoluna dəydi başa. Penalti! Penalti! Bəli. Penalti. Açıq aşkara görsənirdi yəni. Başqa adı yox idi yəni bu episodun. Verilməli idi. Osimhen vuracaq. Osimhen İnşallah ki bunu vuracaq. Öz golunu da artıracaq. Gol sayını bizi də fərqi artıracaq bizim üçün də. Geçen oyunda 2 gol vurmuştu. Bugün de 2. golü vura bilər. Hə Osi. İnandım sənə. Osimhen bu təzyiqləri çox görür. Hakim tutuyordu. Ha Osi. Osimhen geldi. Gol! Gol! 2-0. 2-0 bəli bu lazım idi bizə. Bu üstüne artıq say sevilərik məncə. Artıq biraz rahatladıq əvvəlkinə baxanda. Osimhen 5. gol. Sakit oynuyoruz, ehtiyatlı oynuyoruz. Her şey üstünde bizdedir. Ona göre rahat oynuyoruz. Singo ayağına köştü. Singo. Singo gelip ötürme. Sane. Sane.
Keçdi Barış. Barış zərbə yenə ələ dəydi. Penalti. İkinci dəfə penalti. Barışın zərbəsi top rəqibin əlinə dəydi. Yenə penalti qazanır. Əla. Bunu da vurmalıyıq mütləq. Mütləq bunu da vurmalıyıq. Çünki averaj çox önəmlidir. Bu dəqiqə məsələn Liverpool'la eyni xaldayıq, amma Liverpool bizdən 4 gol çox vurub deyə bizdən öndədirlər. Yəni, eyni xalda olub 5-6 komandadan da geridə ola bilərik. Ona görə də gol vurmaq çox önəmlidir. Görək kim vuracaq, Osimhen vurar yəqin ki yenə də. Bəli, Osimhen. Osimhen artıq bombarder ola bilər Çempionlar Liqasında. Bombarder də onsuzdur, amma hamıdan öndə ola bilər, hər kəsdən. Bir də baxıldı epizoda və yenidən penalti qərarı. Osimhen gəlir, topu götürür, nöqtəyə qoyur. Üçüncü gol çox vacibdir. Bunu da vurmalıyıq. Rəqibi bitirməliyik oyunda. Osimhen və qapısı göstərilir. Osimhen gəlir. Osimhen gol! 3-0. Hat-trick. Çempionlar Liqası tərəfindən yəqin ki artıq uzunsu seçiləcək. Və bombarderlərdə də birincidir Osimhen. 6-cı gol. Hesabda 3-0. Əsl oynamalı olduğumuz kimi oynayırıq, bu oyunu qələbə qazanırıq. Bu oyun çox kritik idi bizim üçün, çox vacib idi və bu oyunda haqqımız olan oyunu qazanırıq 3-0. Icardi girir, Osimhen elədi, öz için gördü həqiqətən də. Halal olsun Osimhen. Bura yalandan gəlmədiyini göstərir hər oyununda. Icardi girdi. Icardi bir dənə vursa çox maraqlı olar. Azarkeşlərimiz susmurlar. Batırma. Ortaya ve gol. Ve kimiydi o topu kəssin? Eren, Allah olsun Eren. İmkan vermədi o topu vursun Veygortsa. Veygort bugün bizə gol vura bilməyəcək. Bomboş idi. Mən dedim artıq golda, amma Eren oradan çıxdı. Eren, Eren, əla. Eren bu oyunda az oynasa da öz işini gördü. Boşuna girmədiyini göstərdi. Korner vurur Ajax. Top bizdə, öldürmə irəliyə, Barış. Yoksa Icardi'de o. Icardi. Icardi zərbə. Dirəkdən qayıtdı Icardi zərbəsi. Yox. Icardi'də vursaydı əla olardı. Heyf. Çox heyf, Icardi'nin qolu qaçdı, dirəkdən qayıtdı. Davinson özü keçdi. Öldürmə Icardi'yə. Kesmədi. Icardi'nin qolundan çox istəyirdim ama heyf. Icardi saxlamadı, gəlişinə birbaşa zərbə, əla zərbə, qapıcı da biraz toxunub uzaqlaşdırıb, top dirəkdən qayıtdı. Son saniyələrdir. Son saniyələr artıq bitməlidir oyun. Bitməlidir oyun, Ajax gəlir, qol vurmaq istəyir. Zərbə bitdi, bitmədi hələ, yox. Top çıxdı, Acməli bitirməyib.
bitməyini gözləyirik. Saldır Galatasaray. Sik sik sik. Oyun bitti. Bugün Osimhen'in 3 goluyla kazandık bu oyunu. Çok vacib qələbə idi həqiqətən. Yəni kritik bir oyun idi. Çünki bundan sonraki 2 oyunumuzda son turlar gəlir artıq. İlk 4 tur bitti. İlk 4 turdan ona görə qələbə qazanmaq çox vacibdir. Çünki sonraki son 4 oyunda hər kəsin vəziyyəti yəni kritikləşir. Hamı yerini garantiləmək üçün, vəziyyətdən çıxmaq üçün, son 24-də qalmaq üçün oynayır. Xalq qazanmaq istəyir. Ona görə yəni aşağıda və yaxud yuxarıda olan komanda fərq eləmir. Son oyunlara hamı qələbə qazanmaq istəyir. Ona görə bu oyun çox kritik idi. 9 xal qazandıq və artıq ilk 10'dayıq. Bundan sonra artıq 2-8 üçün savaşa bilərik. Bundan sonraki oyunumuz Saint-Julien'dən olacaq İstanbul'da. Noyabrın 25'i. İnşallah o oyunda izləyəcəyik və inşallah ki qələbə qazanarıq. Bugün Qarabağımız Chelsea ilə qələbəyə bərabər bir oyun oynadı. Bərabərə qaldı düzdür, amma qələbəyə yəni bərabər bir oyun oynadı. Bir xal qazandı. Galatasaray isə qələbə qazandı. Bugün üzümüz güldü açıq. Sizdən xahişim kanalımıza abunə olmamışsınızsa yeni gələnlər abunə olsun. Videolarımızı bəyənin. Kommentlərdə fikirlərinizi bildirin. Nə xoşunuza gəlir, nə xoşunuza gəlmir. Biz də hamısına baxacağıq onsuz da. Sağ olun. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik. Sağ olun.